BD necə maşındır? Bu maşın son zamanlar çox söyülür. Əvvəlcə onu deyim ki, Azərbaycanda ən çox olan model BD-nin Destroyer modelidir və həmin qəzalarda olanda elə budur. Maşın sayı çox olduğu üçün və bütün gün taksilər sürdüyü üçün elə qəzalar da bu maşınlarda çox olur. Eyni Prius'da olduğu kimi. 1. Maşınların sağlamlıq testi NCAP adlı test sistemi ilə 0-dan 5-ə qədər qiymətləndirilir. Ümumi olaraq BD əslində qalsa pis marka deyil. Avro NCAP-də 5 ulduz, yəni tam bal almış BD modelləri var. Misal üçün BD Seal, Atto 3 və Dolphin kimi. Amma bir problem var. 2. Həmin qəzalarda gördüyünüz BD modeli Avro NCAP-də heç sınaqdan keçirilmir. Yəni bu modelin rəsmi təhlükəsizlik nəticələri mövcud deyil. Səbəbi isə bu maşın Çin və Asiya bazarı üçün nəzərdə tutulur. 3. Senin NCAP sistemi Avropanki kimi sərt deyil. Yəni içində test olunan maşınlar daha yüngül testlərdən keçirilir. Bu maşın HETS'nin öz test sistemi olan C-NCAP-də də sınaqdan keçirilməyib. Yəni təhlükəsizliyi çox şübhəlidir. 4. Destroyer modeli BD-nin ən ucuz maşınlarından biridir. Ekonom sinfidir. Bu dəqiqə 23.000 manata belə 2024-ün bu elektrikli maşınını ala bilərsiniz. Bu maşının texniki xüsusiyyətləri də pis deyil. Ona görə də 5. Belə çıxır ki, çox ucuz olduğu üçün keyfiyyətdə qənaət edilir. Keyfiyyətdə də qənaət edildiyi üçün testlərə göndərilmir. Çünki göndərilsə aşağı bal alacaq. Nəticə olaraq qiyməti ucuz, texniki xüsusiyyətləri yüksək və keyfiyyəti aşağı dərəcəli qiymətləndirmək olar. Bəs aranızda bu maşını sürən var? Yadınıza gəlsə Prius çıxanda da o vaxt hamı söyürdü. Yorumlarda yazın, bu necə maşındır? Səhifəni də follow eləmək yaddan çıxmasın.